Today əslində bildik. Dedik ki, ancaq bu günün göstərir tarixin və dedik ki, misal üçün bu gündən sonrasını desək, neyəcəkdik? Aha. Bəs desə dünəni məsəl üçün bir çıxacaq. Aha, bu çox gözəl. Bunu artıq bildik ki, misal üçün today yazanda heç bir şey yazmırsınız, üstünə gəlirsiniz neysə, hər hansı bir rəqəm. Amma bizdə belə tapşırığımız belə idi ki, deyir ki, bizdə sifariş tariximiz var. Elə deyil. Bizim faktiki təhvil tariximiz də var. Bunlar həm də müştəri adları da belədir ki, misal üçün Elvin Qasımova bizim sifariş tarixi bu vaxt eləyib. Ayın elə bir, məndə birinci ay göstərirdi. Elə bir mayın birində bu sifariş eləyib. Buna maksimum çatmalıdır faktiki təhvil ayın 8-nə qədər çatmalıdır. Amma sual belə qoyulub ki, İndi tutaq ki, bir gün sonra, bir gün əvvəl, maksimum 5 gün ola bilər də ehtimal ki, kuryer gec çatdırsın, nəsə problem olsa. O olsa, nə qədər gecikmə ola bilər? Yəni, maksimum nə qədər gecikmə ola bilərsə, onu tapmalıyıq. Bunun üçün neyəcəyik? Artıq bizdə sifariş tariximiz var deyə, biz today-dən hesablamırıq. Elə bunun özünü hesablayırıq. Amma diqqət etməyiniz lazım olan tariximizi sizin tarixinizə uyğun gəlməsidir. Məsəl üçün, bunu indi mən düzəltdim deyə də geri vermədim. İndi faktiki tariximizə baxsaq, məndəki belə gəlmir. Məndə birinci gəlir ay, sonra gəlir gün, sonra gəlir il. Bu məndə yanlışdır. İndi xanım dedi ki, Aytaş ki, mən bunu bir-bir sildim, təzədən yazdım, hətta sürüşdürmə elədim. Amma bu realda beləcə olmayacaq sizin ehtimalınız ki, ola bilər ki, məsəl üçün, Nərmin başqa tarixdə sifariş verib. Ona görə də onu siz sürüşdürməyə də bilməzsiniz. Bunun üçün nə edirsiniz xanımlar? Bunların hamısını seçirik. Bəli, hamısını seçdikdən sonra birinci tariximizi öz tarix formatımıza uyğunlaşdırmalıyıq ki, hesablayanda rahat hesablaya bilək. Sonra gəlirsiniz data menüsuna. Burada text to columns var idi. Biz bu təkcə bizim məlumatlarımızı bölmək üçün deyil. Həmçinin də bu formatı dəyişmək üçündür. Yəni textə dəyişə bilir. Generalda dəyişəndə görünüş kimi dəyişir, amma faktiki olaraq dəyişmir. Ən rahat, ən beləcə garantili budur. Text to columns'dır. Onu neyinirsiniz? Klikləyirsiniz. Gördüyünüz kimi artıq çıxdı. Bizə lazımdır fix. Çünki bunu klikləyəndə onu düzəliş eləyir. Bizə lazım deyil təzədən yaradaq onu. Ondan sonra yenidən next eləyirsiniz. Yenidən next eləyirsiniz. Və gəlirsiniz, bax burada date. Date yazılan hissəyə sizdə formatınız nədir? Məsəl üçün, məndə indi birincidir. Aha, onu kliklədim, bəli. Artıq bunu finish eləyirəm, gördüyünüz kimi dəyişdi. Gəlirik ikinci mərhələyə, artıq biz tarixlərimizi düzəltdik, əla. İndi gəlirik ikinci mərhələmiz nədir? Bizə deyir ki, bir gün əvvəl. Aha. Əgər sizdə format düzgündürsə, ehtiyac yoxdur. Artıq bu tarix dəyişməyi bildik ki, rahat şəkildə dəyişə bilər, tabii də silməyə ehtiyac yoxdur. Qaranlıq qalmadı bu hissə. İndi keçək əsas hissəyə. Bizə deyir ki, bir gün əvvəl ödəniş, yəni bu pulu ödəyib də o sifarişin. İndi onu tapmalıyıq biz. Nə edirik bunu? Bərabəri qoyuruq. Bizim sifarişimiz nə vaxtdır? Mayın 1. Bəli, bunu seçirik. Bir gün çıxma deyirsə, sıx bir qoyacaq. Enter sıxacaq, artıq deməli budur. İndi onu aşağı bir də hamısını hesablamıram. Klikləyirəm, gedir. Sifariş tarixini qoyduq. Aha. Yox, bərabər qoyduq. Bərabər qoyduq. Seçdik sifariş tarixini. Çıxdıq biri. Çünki əvvəl deyir axı bizə. Yəni bir gün əvvəl. Ona görə çıx bir. Bəli, enter sıxırsınız, artıq göstərir. Sonra deyir bir gün sonra. Bir problem var məndə. Məndə il əvvəldəki sifariş tarixində də onu da düzəldir. Bəli, hamısını düzəltməlisiniz ki, orada digər şey yazmasın. Bu yanlışdır ki, yəni. Hə, sizdə kompüter üzrə necədirsə o formada olmalıdır. Kompüterdə il qabaqda var. İl qabaqdadırsa, bunda da il qabaqda eləməlisiniz. Bəli, hər ikisi düzdür. Bəli, hər ikisini kompüterə uyğunlaşdırın. Elə text to columns o avtomatik olaraq uyğunlaşdırır. Sonra xanımlar, bir gün sonra deyəndə neyinirik? Yenidən bərabərlik qoyuruq. Ancaq sifariş tariximizi seçirik. Biz işləyəcəyimiz bax bunlardır. Sifariş tarixi, faktiki təhvil tarixi. Başqalarının heç birini işlətməyəcəyik. Sonra neyinəcəyik? Bir sonra deyirsə, üstə gəlmə 1.
Enteri sıxırıq, artıq hesabladı ki, bu vaxtı. Yox. Yox, today sadəcə olaraq formatı verdim ki, üstə gəlmə nədir, çıxma nədir orada. Bəli, bəli. Əgər bizdə burada sifariş tariximiz olmasaydı, özümüzdən yazmalıydıqsa, onu da today ilə işlədə bilərdiniz. Amma indi bizdə verilib deyə, bu realdır deyə, ona görə elə bununla işləyək ki, əlimizdə öyrənsin. Yenidən bunu klikləyirəm, hamısı artıq avtomatik olaraq seçildi. Sonra deyib 5 gün sonra, maksimum çatdırılma 5 gün sonra. Onda nə edəcəyik? Bəli. Bərabər qoyuram. Yenə sifariş tarixini. Bəli. Aha. Üstə gəl 5. Enteri sıxıram. Deməli mənim maksimum çatdırma vaxtım nə olacaq? Ayın 6-sı. Bu adam sifariş verib ayın 1-i, mən maksimum çatdıra bilərəm 6-sı. Ondan o tərəfə keçsə artıq məndə gecikmə olacaq. Və artıq mən o ya pulundan çıxacağam, ya da ki, nəsə güzəşt edəcəm ona. Yenidə bu hamı üçün eləyək. Klikləyirik, hamısına seçilir. İndi bizdə deyir ki, gecikmə vaxtı nə vaxtdır? Onda nə edəcəyik? Yenidən bərabərlik qoyuruq. Mənim faktiki təhvil vaxtım nə vaxt idi? 8-i. Həmin xananı seçirik. Bəli, bu xananı seçirik. Qoyuruq. Aha. Bir də maksimum çatdırılmanı seçirik. Bəli. Sonra enteri sıxırıq 2 gün. Çıx qoyuruq, nəyi seçirik? Faktikini birinci seçdiniz. Sonra maksimum. Bax bunu da tapdıq axı 5 gün. Maksimum. Ondan sonra çıxırsın maksimum 5 gün. Yəni bu çatdırılma. Bəli, bəli. Elə bir sizə limit qoyulub ki, 5 gün ərzində ola bilər gecikmə olsun. Orada bütün xidmətlərdə onlayn sifarişdə sizə bildiriş verir ki, hər hansı bir şeyə görə 5 gün ola bilər, 1 həftə ola bilər və bəyannaməyə görə də gömrük bəyannaməsinə. Bəli, artıq bəli 2 oldu. Deməli 2 gündən bizim 2 gün gecikməmiz var. İndi o gecikməyə görə ya biz nəsə ödəniş eləməliyik, geri ödəniş ya da ki nəsə bir geri verəcəyik mallarımızı. İndi gördüyümüz kimi burada yoxdur. Yəni mənfi bir o deməkdir ki, göstərici yoxdur. Bəli, vaxtından tez çatdı. Hətta sizdə misal üçün müdiriyyətiniz soruşanda ki, vaxtından tez çatanları göstərin. Artıq bunu necə göstərərsiniz? Bəli, bəli. Mənfiləri necə göstərərsiniz? Hə, hansını necə rəngləyəcəksiniz? Nəyi? Mənfiləri. Misal üçün tez çatanları. Başqa? İndi siz tək-tək sizdə indi 1000-dən çox adam var. Nədən? İlk nə? Niyə özünüzü çətinləşdirirsiniz? Hansı funksiya idi biz onu istifadə edirdik? Rəngləmək, diqqət çəkmək, daha çox göstərim. İndi bir-bir eləyəcəksiniz onu. Sortuna. Sort elədiniz. Sort eləsəz qarışdı. Aha. Kondisional format. Formattinglə. Formattinglə eləyirik.